Salam. DİM 20 sınaq kitabından ümumi sınaq 14 izah edirəm. Baxırıq bir nömrəli suala. Uşaqlar, bir nömrəli sual özü buraxılış sualıdır. Bu ifadənin əbobundan danışır. 12n kvadratı üstə gəl 8n-dən biz əbobu tapmaq üçün əbobda hər ikisində ortaq olanı götürürük. 12n kvadratını götürə bilmərik, çünki hasildən danışmalıyıq. Mən birincidən 4n-i mötərizə xaricine çıxardaram. Yerdə qalacaq 3n üstə gəlinsin 2. Digərindən də bağışlayın. Yenə 4n-i digərindən 12n-i mötərizə xaricine çıxardaram. Yerdə qalacaq n üstə gəlinsin 1. Bərabərdir 12-yə. Bax, mənim əlimdə hər ikisində iştirak edən bir ədəd var. Hər ikisində iştirak edən də bu ifadələrdə 4n-dən 12n-dir. 12n 4n-ə bölündüyü üçün bu ifadənin əbobu ilə 4n-in özünə bərabər olacaq. Yəni, sən demə bizə 4n-i verilmiş. 4n-imiz 12 idisə, n-imiz 3-dür. Gətirib yerinə qoyaram. Əbob n kvadratı, yəni 3-ün kvadratı üstə gəlinsin 3 vurulsun 3. 3-ün kvadratı üstə gəlinsin 4 vurulsun 3. O da bərabərdir. 9 üstə gəl 9. 18 bu eləyəcək. 9 üstə gəl 12, bu da 21 eləyəcək. Bizə deyir ki, 18 və 21-in əbobunu tapmaq lazımdır. 18 və 21 uşaqlar hər ikisi 3-ə bölündüyü üçün və yaxud da ki, 3-ü mötərizə xaricinə çıxarda bilərəm. Gəlin belə yazım, daha yaxşı başa düşəsiniz. 18-i 3-ə bölüb 6 yazaram, 21-i 3-ə bölüb 7 yazaram. Qarşılıqlı sadə ədədlərin əbobu 1-dir, 3-ü də 1-ə vurub cavab 3 yazaram. Yəni, variant C variantıdır. Yazanlar doğru yazmışsınız. 2. Düzbucaqlının tərəflərinin sənə 2-3 nisbətində vermişəm deyir. Bura 2x-dır, bura 3x-dır. Sahəsini vermişəm 96. Onda elhamdülillah. Onda 2x-ın 3x-a vuranda 96 yazarıq. X kvadratı bərabərdir 96-nı bölərəm 6-ya. O da eləyəcək neçə uşaqlar? 16. X-imiz belə çıxır ki 4-dür. Onda 2-ni 4-ə vurub 8, 3-ü 4-ə vurub 12 yazaram. Sən demə bu düzbucaqlının sahəsi 96 imiş. Sahəsindən danışır? Yox. Perimetrindən danışır. Onda bu düzbucaqlının perimetri uşaqlar 12 üstə gəlinsin 8 vurulsun 2-dir. 20-ni 2-yə vursam 40. Deyir, perimetri bu düzbucaqlının perimetrinə bərabər olan kvadrat var. Bu kvadratın da perimetri 40-dır. 40-ı 4-ə bölüb onda tərəfi yazaram ki 10. Bu kvadratın sahəsindən danışır. Onda onun kvadratı cavab eləyəcək 100. Yəni, variant A variantı. Gəlirəm 3 nömrəli suala. Mən bunları tərəf-tərəfə toplayaram. X minus y bərabərdir kökdə 5 minus 2. X plus y bərabərdir kökdə 5 üstə gəlinsin kökdə 2. Görsənir ki, bunları tərəf-tərəfə toplasam bunlar gələcək. 2x bərabərdir 2 kökün altında 5. X-in bərabər deyəcək kökün altında 5-ə. Gətirib x-in yerinə kökdə 5 harda istəyirsən qoysam, bunlar gələcək y-ın kökdə 2 eləyəcək. Sənə deyir ki, kökdə 5-in kvadratının üzərinə kökdə 2-nin kvadratını gəlməlisən. 5 üstə gəlinsin 2, nəticə etibarilə cavabı 7 C variantı. 4 nömrəli sualda loqaritm sinus 43 dərəcə verilib. Sinus kvadratı 43 üzərinə gəlinsin sinus kvadratı 47-dən danışır. Bucaqların cəmi 90 dərəcə elədiyinə görə 43-ün üstünə 47. Mən bunu silib yerində kosinus kvadratı 43 dərəcə yaza bilərəm. Sinus kvadratı 43 üstə gəlinsin kosinus kvadratı 43. Bu eləyəcək 1. Loqaritm 6-da 1-dirsə cavab 0-dır. Variant B variantı. Gəlirəm 5 nömrəli suala. Bax, mən belə bir şey yazıram. Kosinus pi-də öz adında qalır. Baxmıram, ikinci rübdə mənfidir, müsbətdir. Cavab B. Kosinus kvadratı x bölü 5 elədir. Sinus 2pi-də öz adında qalacaq, mənfi müsbətliyinə baxmıram. Çünki kvadratı qaldı belə. Bərabərdir 1. Kosinus kvadratı alfa minus sinus kvadratı alfa. Bu kosinus 2 alfanın açılışı verir. Yəni 2x bölünsün 5 bərabərdir 1-ə. Argument bərabərdir. Kosinus 1-i harda alır uşaqlar? 2 pi k-da alır. Mən hər tərəfi 5-ə vuraram. 2x bərabərdir 10 pi k yazaram. Hər tərəfi də 2-yə bölərəm. X bərabərdir 5 dənə pi k eləyəcək. Nəticə etibarı ilə cavabımız eləyər A variantı. Gəlin növbəti suala. 6 nömrəli sualda nə deyir? Bərabərsizliyini həll eləmək lazımdır. Surətdəki ifadə x minus 3-ün kvadratının açılışıdır. Məxrəcdəki ifadə isə x üstə gəlinsin 2-nin kvadratının açılışıdır. Kiçik bərabərdir 0-dır. İndi fikir versəz, bizdə bu ifadə uşaqlar sıfırdan kiçik ola bilməz. Çünki bu da müsbətdir, bu da müsbətdir. Deməli, bu yalnız sıfıra bərabər ola bilər. Bu hal ola bilməz. Kəsrin qiyməti sıfırdırsa, bu o deməkdir ki, surət sıfır olmalıdır. Deməli, hansı qiymətdə? 3 qiymətində. Variant D variantı. Gələk növbəti suallar. Növbəti sual 7 nömrəli sualdır. Loqaritm A-dan B S-ni sənə 5 vermişəm deyir. Loqaritm A-dan B bölünsün S-ni də sənə 3 vermişəm. Mən bu vurmanı toplama ilə əvəz edirəm. Yazıram loqaritm A-dan B üzərinə gəlinsin loqaritm A-dan C bərabərdir 5-ə. Bölməni çıxma ilə əvəz edirəm. Loqaritm A-dan B minus loqaritm A-dan C bərabərdir 3-ə.
Bunları tərəf-tərəfə toplasam gedəcək. 2 dənə loqaritm A-dan B-miz bərabər eləyər 8-ə. Loqaritm A-dan B-miz bərabər eləyəcək 4-ə. Loqaritm A-dan B-miz 4-dürsə uşaqlar, 5-dən 4-ü çıxsam, loqaritm A-dan C-miz də 1 eləyər. Məndən nə soruşur, yaza-yaza getdim. Loqaritm A'dan B vurulsun, A'dan C'ni istəyir. A'dan B'ni 4 almışam, bunda 1 almışam. 4 vurulsun, 1, 4, yəni cavab Y variantı. 8 nömrəli sualdan danışaq. 8 nömrəli sualda deyilir ki, medianı 6 olan bərabər tərəfli üçbucağın daxilinə və xaricinə çəkilmiş çevrələrin radiuslarının cəmindən danışır. Bərabər tərəfli üçbucaqda median A kökdə 3 bölünsün 2-dir. Bunu da sənə 6 verib. Yəni A kökdə 3'üm 12'dir. Hər tərəfi kökdə 3'ə vursam uşaqlar, 12'ni 3'ə bölərəm 4, kökün altında 3 mənim tərəfim eləyər. Xaricinə çəkilmiş çevrənin radiusu A bölünsün kökdə 3'dür. Daxilinə çəkilmiş çevrənin radiusu isə A bölünsün 2 kökdə 3'dür. A'nın yerinə 4 kökdə 3 bölünsün kökdə 3 qoyuram. Bunlar gedər 4 eləyər. A'nın yerinə 4 kökdə 3 qoysam 2 eləyəcək. Yəni 4 ilə 2'nin cəmindən danışır. Cavab 6. C variantı. Gələk növbəti suala. 9 nömrəli sualda deyilir ki, kompleks ədədinin həqiqi hissəsi xəyali hissəsinin əmsalına olan nisbətindən danışır. Əvvəlcə mən bunu açsam uşaqlar, Z bərabərdir birincidən. Birincinin kvadratı birinci və ikinci hasilinin 2 misli üstə gəlinsin ikincinin kvadratı. Birincinin kvadratı 2 misli ikincinin kvadratı uşaqlar. Belə bir şey. O da bərabərdir. 4 üstə gəl 1, 5, 6 ilə gedər. 18 i kvadrat eləyər gənclər bu. Mənfi 1'dir. 5 minus 18 mənfi 13 eləyir. Mən nə tapdım? Ədədləri səhv yazmamışam. Birincinin kvadratı 4. Birinci və ikinci hasili 12'dir burada uşaqlar. Opşim. 12 idi o. 12. 12 yox. 4'ün üstünə 1 gəlirəm. Elədi 5. Elədi 18 i'nin kvadratı. Elədi mənfi 12 i üstə gəl 6 i mənfi 6 i uşaqlar. Bu mənfi 13 çıx 6 idi. Belə bir şey aldım. Ədədin həqiqi hissəsinin xəyali hissəsinin əmsalına hasili. Yəni mənfi 13 vurulsun mənfi 6. Bu da eləyər cavab 78 A variantı. 10 nömrəli sualda tənliyin köklərindən birini 2 veribsə gətirib x-in yerinə 2 qoyaram gənclər. Yəni 2 vurulsun, 2'nin kubu A vurulsun, 2 üstə gəlinsin 4 bərabərdir 0. 2'nin kubu 8 eləyər, 8'i 2'yə vuraram 16 eləyər. Üzərindən çıxılsın 2A, üzərinə gəlinsin 4 bərabərdir 0. 16 üstə gəl 4, 20, 20'ni də 2'yə bölsəm A'mız 10 eləyər. A parametrin qiyməti, hansı qiyməti? Cavab Y variantı. Gələk 11 nömrəli suala. Loqaritm 7 əsasından, loqaritm 2 əsasından, loqaritm 4 əsasından x minus 2 bərabərdir 0'a. Arqument bərabərdir. Loqaritm 2 əsasından, loqaritm 4 əsasından x minus 2 bərabərdir 7 üstündə 0 uşaqlar, yəni 1'ə. Yenə arqument bərabərdir. Loqaritm 4 əsasından x minus 2, 2 üstü 1, 2'yə. Yenə arqument bərabərdir. 4'ün kvadratı 16'ya. 16'nın üstünə 2 ilə gəlsəm, nəticə etibarı ilə cavab eləyər 18. Variant eləyəcək D variantı. Növbəti suala gələk. Növbəti sual 12 nömrəli sual. Sinus kvadratı 3x əlimdə var. Üzərinə gəlinsin kosinus kvadratı 4x əlimdə var. Çıxılsın 0,5 kosinus 8x var. Üzərinə gəl 0,5 kosinus 6x var. Mən dərəcəni aşağı salma düsturlarını bilirəm. Sinus kvadratı x bərabərdir 1 çıxılsın kosinus 2x bölü 2. Kosinus kvadratı x uşaqlar bərabərdir 1 üstə gəl kosinus 2x bölü 2. Tətbiq edərəm buna. 1 çıxılsın kosinus 3x'i 2'yə vuraram 6x bölünsün 2. Üzərinə gəlinsin 1 üstə gəlinsin kosinus 4x'i 2'yə vuraram 8x bölü 2. Çıxılsın 0,5 kosinus 8x üstə gəl 0,5 kosinus 6x bərabərdir. İndi nəyə fikir verirsiniz? Balaca uşaqlar deyilik, böyük uşaqlarıq. Burada mənfi kosinus 6x bölü 2 var. Burada da var. Bunlar gedər. Burada kosinus 8x bölü 2 var. Burada da var. Yəni 0,5 2'də 1 deməkdir. Bunlar da gedər. Yerdə qalıb 2'də 1. Yerdə qalıb burada 2'də 1. 2'də 1 üzərinə gəlinsin 2'də 1. Nəticədə cavab 1 eləyər. Variant A variantı. Gələk 13 nömrəli suala. 13 nömrəli sualda deyilir ki, nə deyilir? ABC üçbucağı var bir dənə əlimdə. Bu A'dır, bu B'dir, bu C'dir. Buradan bir dənə hündürlük çəkmişik uşaqlar. M'dir. Opşum. AB bərabərdir BC-yə. Bərabər yanlı üçbucaqdır. BM 6 verib sənə. MC'ni 4 verib. Onda bərabər yanlıdırsa bura 10'dur. Mənim gözüm gördü ki 10'un kvadratından 6'nın kvadratını çıxıb bura 8 yazdım. Sahəsini soruşursa vapşasan, bəli, sahəsini soruşur 2'də 1 AH. A'mız 10'dur uşaqlar və bu tərəfə çəkilən hündürlük 8.
5 vurulsun 8, cavab 40 eləyər, B variantı. Sonra gəlirəm 14 nömrəli suala. 14 nömrəli sualda nə deyilir? Deyilir ki, diaqonalı 13 santimetrə bərabər olan qabarıq dördbucaqlının perimetrinin ən kiçik tam qiymətini tapmaq lazımdır. Yəni, bayaqki yazdığımız suallardan demək olar ki, aralarında ən maraqlı sual budur. Mən bunu o biri səhifədən qoy yazım. Bunu da böldüm. Aha, bir dənə əlimdə uşaqlar mənim qabarıq dördbucaqlı var. Deyir ki, bu qabarıq dördbucaqlının sənə diaqonalını vermişəm 12. Bu diaqonalını sənə vermişəm deyir, 12 yox, bağışlayın 13. Onda mən bura bir dənə A qoyaram, bura bir dənə B qoyaram, bura M, burada N qoyaram. Əlimdə üçbucaq bərabərsizliyi var. Sənə deyir ki, dördbucaqlının perimetrinin ən kiçik qiymətini tapmaq lazımdır. Ən kiçik qiymət tapması üçün uşaqlar, bu 13, bax mənim diaqonalım, üçbucaq bərabərsizliyinə görə ən kiçik olmalıdır. Birinci bu qaraladığım üçbucağa baxırsan. Üçbucağın bu iki tərəfinin cəmi, onda belə çıxır ki, 13-dən böyük olmalıdır. Sonra baxıram bu iki tərəfin cəminə, digər üçbucaqda. Onda buranın içində yazaram ki, M üstə gəlinsin N'imiz bu da 13-dən böyük olmalıdır. Hər iki üçbucaq bərabərsizliyinə görə. Mən bunları tərəf-tərəfə toplasam, çünki məndə perimetr A plus B plus M plus N deməkdir. Toplasam A üstə gəlinsin, B üstə gəlinsin, M üstə gəlinsin N. Böyükdür 26 olmalıdır. 26-dan böyük ən kiçik qiymətim hansı eləyəcək? Cavab 27, variant yoxdur. Gəlirəm 15 nömrəli suala. 15 nömrəli sualda nə deyilir? Səndə bir dənə əlində var yarım, deyəsəm dairədir. Nədir bu? Baxaq indi. Burada nə verib? 90 dərəcə verib. Deyir, mərkəzi O nöqtəsində olan belə bir dairəmiz verilib. BA perpendikulyardır buna. AD-ni sənə 2 vermişəm deyir. OA-nı sənə 3 vermişəm. Yəni, bunun radiusuna fikir versəz, radiusumuz 5-ə bərabərdir. Sənə deyir ki, AB-nin uzunluğunu tapmaq lazımdır. AB-nin uzunluğunu tapmaq lazımdır, lap yaxşı uşaqlar. Bax, məndə bura 5-dir. Niyə görə? Bu da mərkəzlə kənarı birləşdirir. Onda bu da radius rolunda çıxış eləyir. Burada 5-dir. 5-in kvadratından 3-in kvadratından çıxıb cavabı alacağım. Nəticə etibarilə 4. 16-da birinci ifadə x-in kubu üstə gəl 5-in kubunun açılışıdır. İkinci ifadə x-in kubu minus 2-nin kubunun açılışıdır. Qarşıdakı mənfiyə görə plus yazaram. X kubları gedər. 125 üstə gəlinsin 8 eləyər. 133 eləyəcək cavabım. Bu belə. Gəlirəm 17 nömrəli suala. Deyir, A bölünsün B ədədinin tərtibi qiymətli hissəsindən nə qədər çoxdur? Uşaqlar, bunların bölünməsindən danışırsa, A-nın yerinə 35 vurulsun 10 üstü 11, bölünsün 50 vurulsun 10 üstü mənfi 7. Bunlar 5 ixtisar getsə 7 bölünsün 10 qalacaq. Bölmədə də üstlər çıxılır. 11 çıxılsın mənfi 7. Bu da eləyəcək 10 üstü 18. Çıxanda, elə deyilmi? O da bərabərdir. 7-ni 10-a bölsəm 0,7 eləyəcək, vurulsun 10 üstü 8. 10 üstü 18-ə. Tərtibi qiymətli hissəsindən nə qədər çoxdur? Mənim tərtibim 18-dir. Qiymətli isə 0,7-dir. 0,7-dir. Deyir, bu 18 0,7-dən nə qədər çoxdur? Bölünməsindən danışmadım mən bunların. Böldüm, 7-ni 10-a böldüm. 0,7. Bu da eləyəcək 17,3. Nə qədər çoxdur? 17,3 vahid çoxdur, belə çıxır ki. Çünki məndə qiymətli hissə, tam hissəmiz 1 ilə 10-un arasında olmalıdır. 1 ilə 10-un arasında olmalıdırsa, mən 0,7 niyə yazmışam buna? 1 ilə 10-un arasında olmalıdırsa, bunu yazmalıyım 7. Bunu yazıram 7 vurulsun, 10 üstündə mənfi 1. Çünki 7 vurulsun 10 üstü mənfi 1 yazmalıyam ki, bu 0,7 eləsin. Bir dənə də əlimdə 10 üstü 18'im var. Yəni 7 vurulsun 10 üstü 17 eləyir. Bildinizdə niyə görə? Çünki 0-la 1-in arasında yazdığım üçün. Sənə deyir ki, bu 17, 7-dən neçə vahid çoxdur? 10 vahid uşaqlar çox olacaq. Deyir 18 nömrəli sualda, yalnız tək ədədlərdən ibarət alt çoxluqlar, neçə alt çoxluğu var? Yalnız tək ədədlərdən ibarət deyirsə, mən buradan seçməliyəm 5 və 7-ni. Alt çoxluqlarının sayı 2 üstə n-dir. Yəni 2 dənə ədəd seçdiyim üçün 2 üstə 2. O da bərabərdir 4. Amma alt çoxluq, hər bir çoxluğun alt çoxluğu elədiyinə görə cavab yazacağım 3. 19 nömrəli sualda 19 deyir, düzgün 7 bucaqlı piramidanın yan tili. Əlində 7 bucaqlı piramida var. 1, 2, 3, 4, 5, 6, 7. Piramidadır. Nəsə option belə bir şey. Deyir ki, düzgün 7 bucaqlı piramidanın yan tili 5'dir. Bütün bu yan tillərin 5'dir. Və bütün tillərin uzunluqları cəmi. Bax, bu yan tillərə bir dənə A qoysam, hamısı A eləyəcək. Oturacağı da bir dənə B desəm, hamısı B eləyəcək. Yəni 7 dənə A üstə gəlinsin, 7 dənə B'miz uşaqlar 49 verər. Hər tərəfi də 7-yə bölsəm, A plus B'miz 7 eləyəcək. Mən də bilirəm ki, bu A-nı mənə 5 verib, axı. A-nı 5 veribsə, B'miz 2 eləyəcək. Oturacağın perimetrindən danışır. Oturacağın perimetri 7 B'yə bərabər olar. Diqqətli olun, nə deyirəmsə. Oturacağım perimetri 7B etsə, 7-ni də vuraram 2-yə, cavab eləyəcək 14. Bu belə.
Gəlirəm 20 nömrəli suala. Deyir, hündürlüyü 4, oturacaqları 2 və 5 olan düzbucaqlı trapesiyanın kiçik yan tərəfi ətrafında fırlanmasından alınan cismin yan səthinin sahəsi. Hə, bu da kəsik konus alınacaq. Bax, bu mənim düzbucaqlı trapesiyam. Deyir ki, kiçik yan tərəf ətrafında. Kiçik yan tərəf uşaqlar budur. Bu konusu kiçik yan tərəf ətrafında fırladsaq biz, burada da bir dənə eyni trapesiyadan sol tərəfdə də alacağım. Həmişə silinmədi. Bax, eyni şeydən trapesiyadan burada da alacağım. Bax, belə bir dairəm yaranacaq. Biri burada, biri burada. Yəni, kəsik konus yaranacaq bizdə. Sənə deyir ki, hündürlüyümüzü 4 vermişəm. Oturacaqlarımızı isə 2 və 5 olan düzbucaqlı trapesiyadır. Bura 2-dir, bura 5-dir. Yəni, kiçik yerimiz 2 olacaq onda uşaqlar, böyük yerimiz isə 5 olacaq. Fırlanmasından alınan cismin yan səthinin sahəsi. Bax, konusun yan səthinin sahəsi pi r-dir. Amma pi, l-i yazacağam. Axı, radiuslardan 2-nin olacaq. L üstə gəlinsin, l yazaram. İndi mən bu tili tapmalıyam, yan tili. L-i bilmirəm. L-i tapmaq üçün gənclər nə edəcəyəm? Buradan bir dənə hündürlüyü çəkərəm. O 4-dürsə burada 4-dür. Bura 2-dirsə burada 2-dir. 5-dən 2-ni çıxıb bura 3 yazaram. Pifagordan 4-ün kvadratın üzərinə 5-in kvadratını gəlsəm, l-imiz 5 eləyəcək. Pi-mizi 3 verib, l-imizi 5 tapdım. 2 üstə gəlinsin, 5-də bu eləyər. 3 dəfə 5, 15 vurulsun 7. Bu da eləyəcək cavab neçə? 105. Bəli, 105. Cavabımız eləyəcək 105. Gəlirəm 21 nömrəli suala. Tangis minusun veribmiş. Minusunda neyiniyim? Minusunda uşaqlar, bax, mən də birinci başlayanda əslində. Əvvəlcə bu ifadəni yazım, tangens alfa çıxılsın, kotangens alfanı sənə 5 vermişəm. Məndən minusundan danışır. Mən də bunu belə yaza bilərəm. Tangens alfa çıxılsın, kotangens alfa, kvadratlar fərqi kimi açsam. Tangens alfa üstə gəlinsin, kotangens alfa. Üstə gəl, kotangens alfa. Deməli, səndə bu 5 var. 5 dənə tangens alfa üstə gəlinsin, kotangens alfanı tapmalısan. Onu da nə edərəm? Mən bunu kvadrata yüksəldərəm. Birincinin kvadratı, birinci və ikinci hasilinin 2 misli, ikincinin kvadratı bərabərdir 25'ə. Bu 1 eləyər. Tangens kvadratı alfa üstə gəl, kotangens kvadratı alfa uşaqlar. 25'in üstünə bu 2 vurulsun, 1'i gəlsəm 27 eləyər. Amma mənə tangens alfa üstə gəl, kotangens alfa lazım olduğuna görə bunu əlavə müxtəsər vurma düsturu kimi belə açıram. Tangens alfa, kotangens alfa bərabərdir 27'yə. Elə deyilmi? Düz yazdım uşaqlar. Bəli, düz yazdım. Yenə bu 1 eləyir. Yazaram tangens alfa üstə gəl, kotangens alfanın kvadratı. 27'nin üstünə 2 gələrəm 29. Hər tərəfdən də kök alsam, tangens alfa üstə gəl, kotangens alfa kökün altında 29 eləyər. İnşallah ki, uşaqlar cavab belə bir şeydir. 5 gətirib kökün altında 29 yerinə qoyaram. Yəni cavablar yoxdur. Açmaq da ki, gec olacaq. Yəqin ki, cavab bu olar. Gəlirəm 22 nömrəli suala. 22 nömrəli sualda nə deyilir? Deyilir, müstəvi üzərində olmayan nöqtədən bu müstəviyə uzunluqları bu olan 2 dənə mail çəkmirsən. Bax, bu mənim müstəvim. Bu mənim müstəvim. Uzunluqları mail, belə olan bir dənə 2 dənə mail çəkmişəm. Bu birinci mailim olsun, bu hündürlüyüm olsun, belə. Bu da mənim ikinci mailim olsun, bu da belə. Burada da 90 dərəcə var, burada da. Sənə deyir ki, birinin uzunluğu 2A üstə gəl 4'dür, birinin uzunluğu isə 3A üstə gəlinsin 11'dir. Və AB mailinin proyeksiyası bura 3B plus 2'dir. Bura isə 4B minus 5'dir. Bax, biz bilirik ki, maillərdən hansı böyükdürsə, proyeksiyalardan da həmin proyeksiya böyük olacaq. 2A üstə gəlinsin 4'də tutaq ki, bax, 2A üstə gəlinsin 4 budur, 3A üstə gəlinsin 11 budur. A'nın yerinə 2 ver. Bura 8 eləyər. A'nın yerinə 2 versəm, bura eləyəcək 17. Təbii ki, bu böyükdür. Deməli, 3A üstə gəl 11 böyük olduğuna görə, bax, bu böyük olduğuna görə, bildikdə niyə görə yerinə qiymət qoyduq? Bu kiçikdir. Onun proyeksiyası da böyük olacaq. Yəni, bu 4B minus 5. Digərindən böyük olacaq uşaqlar. Onda mən yazaram ki, müəllimə 4B, məsələ həll olundu, minus 5. Böyük olmalıdır, böyük olmalıdır uşaqlar 3B plus 2'dən. Buradan da B böyükdür 7'dən. 7'dən böyük ən kiçik qiymətim 8'dir. Bizdən də yəqin ki, ən kiçik qiymətini soruşur. Bəli. Toplu da yoxdur. Bu tipdə sual yaxşı oldu ki, gördünüz. Fx bərabərdir. Ax kvadratı üzərinə gəlinsin, bx üzərinə gəlinsin, c. Apsis oxunu -5 0 nöqtəsində kəsir. Və bizə bu nə deyir? Bunu tapmaq lazımdır. Apsis oxunu, qrafik bu tənliyin kökləri deyil elə. -5 ilə 0, x1, x2'dir də. Yəni x1'imiz -5'dir, x2'miz isə 11'dir. Viyetə görə x1 üstə gəl x2, -b bölünsün a-ya bərabərdir. Yəni -5'in üstünə 11 gələ bilərsiniz, 6. x1 vurulsun x2 isə uşaqlar c bölünsün a-ya bərabərdir. O da ki,
mənfi 55 eləyəcək. Düz yazdım, düz yazdım. Sənə deyir ki, 3B çıx C bölünsün A-nı tap. Mən də bunu belə yazaram. Adilini bölərəm. 3B bölü A çıxılsın C bölünsün A. O da bərabərdir. 3B bölünsün A. Məndə mənfi B bölünsün A'mız 6-dırsa, B bölünsün A'mız mənfi 6-dır. Bunu 3'ə vuraram. Elə deyilmi? Mən B bölünsün A. Burada mənfi 3 vurulsun, mənfi 6 olar. Minus, səndə C bölünsün A var. Bu mənfi, o birisi də mənfi 55 eləyəcək. Yəni, cavab 18 üstə gəlinsin 55. 3, 73 uşaqlar. Əgər səhv hesablama eləmədimsə 73'dür. Ola da bilər, səhv də deyə bilərəm. Mənfi 3, 18. Düzdürmü? Düz yazdım da 3 bölünsün, x1 üstə gəlinsin x2, x işarə ilə mənfi B bölünsün A-dır. B bölünsün A-mız mənfi 6-dır. Səndə də burada deyir ki, 3B bölünsün A. Mən 3'ün qabağında burada mənfi niyə atmışam? Burada mənfi yoxdur uşaqlar 3'ün qabağında. Onda bu mənfi 18 eləyəcək, düzdür? Mənfi 18 üstə gəl 55. O neçə eləyəcək? 37, bəli. Burada 3'ün qabağında mənfi niyə atmışam? Mənfi yoxdur. Cavab 37 olacaq. Gəlirəm 24 nömrəli suala. 24 nömrəli sualda nə deyilir? Deyilir ki, A8, A9, A10 ardıcıl hədlərdirsə, biz demişdik ki, 3 dənə A9 21-dirsə, buradan A9'u 7 yazırdıq. Bunu hardan almışdıq? Gəlin onu da deyək. Mən yazacaqdım ki, A9 bərabərdir A8 üstə gəlinsin A10 bölü 2. Eyni uzaqlıqda olan hədlərin ədədi ortasına bərabər idi. Yəni A8 üstə gəlinsin A10 2 dənə A9'a bərabərdir. Bunların yerinə 2 dənə A9 qoyuram. Üzərinə gəlirəm 1 dənə A9 21'dir. 3 dənə A9 21'dirsə A9'u 7 yazırdıq buradan. Amma bu qədər hoqqanı çıxarmaqdansa mən sizə konkret öyrətmişdim ki, ardıcıl hədlərdə 3 dənə A9'u 7 yazın. Və yaxud da ki, ikinciyə baxın. A2, A3, A4 12 veribsə, 3 dənə A3, 12-dirsə, A3'ün müəllimə 4'dür. Əlimdə bir də bu var. S11'i soruşur bizdən. A1 üstə gəlinsin A11, böl 2, vur 11. O da bərabər eləyəcək. Bu 1'in üstünə 11 gələndə indekslərin cəmi 12 eləyir. Yəni, mən A9 üstə gəlinsin A3, almışam axı bunların ikisini. Bərabərdir 7 üstə gəl 4, 11 yazaram. Burada da indekslərin cəmi 12 eləyir. Yəni, elə bu 11'i gətirib burada yaza bilərəm. Bildinizdə niyə görə? Ona görə yazaram ki, uşaqlar, indekslərin cəmi eynidir. Yəni, 121'i 2'yə bölərəm. 120'ni 2'yə böləndə 60 eləyəcək. 60,5 də yoxmuşum. 60,5 mənim cavabım eləyər. Gəlirəm növbəti suala. Deyir, cədvəldə xarici dil fənlərindən məşğələlərə gedən şagirdlərin sayı verilib. Bu şagirdlərdən təsadüfən ikisi seçilir. Təsadüfən ikisi seçilir, laf yaxşı. Onlardan hər ikisinin eyni dilən şagird olması hadisəsinin ehtimalını tapmaq lazımdır. Deməli, biz yazırdıq uşaqlar məxrəcdə ümumi hallar, hə? Ümumi hallar burada neçə dənə şagird olacaq? 8. Bax, qız oğlan, fransız dili bilənlər, fransız 8 dənədir. Alman dili bilənlər 6 dənədir. İngilis dilini bilənlər 17 dənədir. 14 üstə gəlinsin 17. 31 dənə, 8, 5'dir bu. 5'dir bu, 13, 30 dənə, hə? 30 dənə var. 30 kombinzonu 30'dan 2. Məxrəcdə ümumi hallar olacaq. Kombinzon 30'dan 2'ni seçəcəyəm. Deyir, onların hər ikisinin eyni dili bilən şagird olması hadisəsinin ehtimalını tapmaq lazımdır. Uşaqlar, eyni dili bilən şagird deyirsə, ya bu fransız dilindən ola bilər və ya alman dilindən ola bilər və ya da ingilis dilindən ola bilər. Ay Allah, indi oturub bunları hesablamaq lazımdır. Bunu da çox xahiş edirəm, özünüz hesablayarsınız da. 30 faktorial, 30'dan 2 çıxaram, 28 faktorial, bir dənə 2 faktorial, 8 faktorial, 8'dən 2 çıxaram, 6 faktorial, 2 faktorial, 5 faktorial, 3 faktorial, 2 faktorial, nə bilim 17 faktorial, 17'dən 15 faktorial, bir dənə də 2 faktorial. Bunları hesaplayarsınız. Təbii ki, burada 8 vurulsun 7 qalacaq. 8'i 2'yə bölərəm. 4, 4'ü 7'yə vuranda. Bunun cavabı 28'dir uşaqlar. Burada 5 vur 4 qalacaq. 2'yə bölsəm bu 10 eləyəcək. Burada 17 vurulsun 16 qalacaq uşaqlar. 16'nı 2'yə bölərəm 8. Burada 17 vurulsun 8 qalacaq. Burada da 30 vurulsun 29 qalacaq. 30'u 2'yə bölərəm. 15 vurulsun 29 da burada qalacaq. Yəni məxrəcdə 15 vurulsun 29. 28 üstə gəl 18. 38 üstə gəl 8 dəfə 7 56. 5 yadda 13 136. Bax belə bir cavab qalacaq. Bu qədər. Növbəti sınaqlarda görüşmək ümidi ilə sağ olun.